Salam. 9-cu sinif buraxılış tipli sınağa baxırıq. Sınaq nömrə 6. Vaxt itirmədən birinci suala baxaq. Deməli, birinci sualda deyir C-nin hansı qiymətində x üstü 18 bölək C vurulsun y üstü C çıxılsın 4 ifadəsi 150'dir. Bu ifadənin 150 olmaq üçün qüvvət natural olmalıdır. Yəni 18 bölək C natural olmalıdır. Yəni C 18'in bölənlərini alacaq. Onda buradan çıxır ki C'nin qiyməti 1, 2, 3, 6, 9, bir də 18'in özü ola bilər. Həmçinin Y-in də qüvvətdə C çıxaq 4-də 0-dan böyük olmalıdır. Yəni C 4-dən böyük olmalıdır. Bu zaman 1, 2, 3'ü götürə bilmərik 18'in bölənləri içərisində. Hər ikisini ödəyən 6, 9, 18 olur. C'nin neçə qiymətində bu doğrudur? 3 dənə qiymətində. A variantı. İkinci sual. Mənfi 3 üstə gələk modulda 2 vurulsun, modulda mənfi 1 çıxılsın, modulda mənfi 4 bölünsün, modulda mənfi 2. Uşaqlar, sadə bir misaldır. Moduldan çıxan ədədlər müsbət olur. 3 üstə gələk 2 vuraq 1. Bu çıxır, çıxıdır, çıxaq 4 bölünsün 2. Burada 3 üstə gələk 2 çıxılsın 2 olacaq. Birinci vurma bölmə əməlləri. Burada da 2'lər islah gedir, yerdə qalır 3. Yəni düzgün cavab Y variantı. Növbəti 3-cü suala baxıram. Əbob 80 100 üstə gələk Əkob 80 100. Bunun hər ikisinin adi qayda ilə sadə vurğularını ayırarıq. 80 2'yə 40, 40 2'yə 20, 20 2'yə 10, 10 2'yə 5, 5 də 5'ə 1. 100 2'yə 50, 50 2'yə 25, 25 5'ə 5, 5 də 5'ə 1. Burada Əbobda hər ikisində ortaq olan 2 dənə 2 var. 1 ədəd də 5. Sonra üstə gələk. Əkobda böyüyü götürürəm 100'ü. Ortaq olanların üzərinə xət çəkirəm. Kiçikdə artıq qalan, yəni 80'də 2 dənə 2 artıqdır. Vururam 2 dənə 2'yə. Bu da 20 üstə gələk. 400, o da eləyəcək 420. Yəni düzgün cavab D variantı olar. Növbəti 4-cü sual. Y bərabərdir AX kvadratı üstə gələk BX üstə gələk C funksiyasının qrafiki verilmişdir. Şəkilə əsasən aşağıdakılardan hansı doğrudur? Şəkil çəkək. Uşaqlar, bax. Kvadratik funksiyada y oxunu kəsdiyi nöqtə funksiyanın c-ni verir. O da müsbət qolda kəsib c buradan 0-dan böyük olduğu aydın şəkildə görsənir. Həmçinin baş əmsalın da qollar yuxarı baxdığı üçün 0-dan böyük olduğu görsənir. İndi AC hasili A variantında deyir ki 0-dan kiçikdir, səhvdir də. Baxan kimi görsənir ki, D variantı doğrudur. Çünki AC hasili müsbət eləyəcək. Ona görə düzgün variant nədir uşaqlar? D variantı. B variantı niyə səhvdir? Diskriminant 0-a bərabər olanda qrafik absis oxuna toxunur. Burada toxunmayı vaxt kəsib. Sonra C deyir AC hasili 0'a bərabərdir. Burada ya baş əmsal 0 olmalıdır ya da sərbəsərdir. Heç biri 0'a bərabər deyil. Diskriminant 0'dan kiçik olduqda isə Y variantında absis oxunu kəsmir. Axı absis oxunu kəsib kökləri var. Deməli ona görə Y variantı da ola bilməz. Düzgün cavab D variantı. 5-ci sual. AB çoxluqları üçün NA bərabərdir 4'ə, NB bərabərdir 9'a olarsa NA birləşmə B'nin ən kiçik qiymətini tapın. Uşaqlar, bax, bunun ən kiçik qiyməti bu halda başqa şərt verməyib də. Bu halda olar ki, az olan kimdir? A-dır da. A, B-nin çoxluğu olsa. Yəni A, B-nin içərisində
yerləşirsə, onda elə bunların birləşməsi A birləşmə B elə nəyə bərabərdir? B-yə. Onda bunun ən kiçik qiyməti elə neçə olacaq uşaqlar? 9. Deməli 9 dənə olar. Sonra deyir ki, məsələn, soruşardı ki, ən böyük qiymətin, ən böyük qiyməti dedikdə isə, burada demir A kəsişməsi var. Yəni ümumiyyətlə heç kəsişməsi olmasın. Yəni A ilə B-nin kəsişməsi bərabərdir nəyə? Boş çoxluğa. Yəni boş çoxluğa bərabərdir. Bu zaman bunun ən böyük qiyməti elə bunların ayrı-ayrılıqda 4 dənə bunda, 9 dənə bunda, 4 ilə 9-u toplayaram, eləyər 13. İndi cavab heç 9-dur. İndi əlavə sizə öyrətmək üçün deyirəm, yəni bu şərtləri ətraflı açıqlayıram. Əgər desəydi A, B çoxluğun kəsişməsi boş çoxluqdan fərqlidir, deməli ən azı bir dənə də olsa bunun ortaq elementi olacaq da. İndi burada biz 4 ilə 9-u toplayanda, ayrı elə ki, 4 ilə 9 toplayıram, neçə eləyir uşaqlar? 13. İndi burada birini də çıxacağım ki, bir dənəsi ortaqdır da. Qalacaq 12-si. Əgər bu şərti versəydi, onda ən böyük qiyməti olardı 12. Yox, bu şərti verməyibsə, ən böyük qiyməti ilə 4 ilə 9 toplayıram 13. Təbii ki, bunlar əlavə edim. Məndən ən kiçik qiymətini soruşur. Ən kiçik qiymət o vaxt mümkündür ki, biri digərinin alt çoxluğu olduqda. Elə bu zaman onların birləşməsi ən böyüyünün sayına bərabər olur. Düzgün cavab C variantı. Növbəti 5-ci sual dedik, 6-ya baxaq. Perimetri 42 olan, bir tərəfi digər tərəfindən 3 dəfə böyük olan bərabər yanlı üçbucağın yan tərəfini tapın. Uşaqlar, bu o vaxt mümkündür ki, yan tərəflər 3x, 3x, oturacağı x olsun. Burada perimetr bərabərdir 3x üstə gələk 3x üstə gələk x. Niyə x aşağı 3x demədim? Çünki iki tərəfin cəmi üçüncüdən böyük olmaq şərtini nəzərə aldım ki, yan tərəflər 3x olsun, 3x, 3x. Oturacaqda x olsun. Bu zaman bunların cəmi bərabərdir 42-yə. Burada da 7x bərabərdir 42-yə. X də bərabərdir 6-ya. Deməli, üçbucağın yan tərəfini soruşur. O da 3 vura qaldı, eləyəcək 18. Düzgün cavab A variantı. Növbəti 7-ci suala baxıram. Tərəfi 10 olan bərabər tərəfli üçbucağın tərəflərinin orta nöqtələrini birləşdirməklə əmələ gələn üçbucağın sahəsini tapın. Uşaqlar, bax, rahat sualdır. Bax, tərəfi 10 olan bərabər tərəfli üçbucağın. Tərəfi neçə olan? 10. Orta nöqtələrini birləşdirməklə. Məsələn, bunun oturacağı 10-dur. Onda orta xətt oturacağı nəyinə bərabərdir? Yarısına. Bura 5 çıxır. Həmçinin digər tərəflər üçün də 5-5 olacaq. Çünki bu bərabər tərəfli üçbucaqdır. Orta nöqtələrini birləşdirmək, yəni orta xətti əmələ gətirmək. Orta xəttin əmələ gəlməyi deməkdir. Yəni o da onun yarısı 5-5 düşəcək. Deməli bu soruşduğu üçbucağın tərəfləri 5 çıxdı. İndi əmələ gəlmiş bərabər tərəfli üçbucaq yaranır. Onun da sahəsi kök altda 3a kvadratı bölək 4 ilə tapılacaq. O da kök altda 3 vuraq 5-in kvadratı bölək 4. O da 25 kök altda 3 bölünsün 4. İndi 25-i də 4 yerə bölsəm, eləyər 6,25 kök altda 3. Yəni D variantı. Növbəti 8-ci suala baxıram. 10 vuraq. Kök altda 4-də 5 vurulsun 4-də, daha doğrusu çıx 4-də 3 vurulsun kök altda 9-da 16. Birinci evin içərisindən başlamaq prinsipinə görə 9-da 16-dan kök alarıq. 4-də 5 çıxılsın 4-də 3 vurulsun 3-də 4 eləyəcək. Burada 4-dər, 3-dər ixtisar gedir. Qalır kök altda 4-də 5 çıxılsın 1. Vurub qaldırsaq yuxarıya, bu da 4-də 5 çıxılsın 4, 4-ü 1-ə vurub qaldırıq sürətə. O da kök altda 4-də 1, o da çıxacaq 2-də 1. Yəni düzgün cavab 2-də 1. Amma bir şeyi unutduq da uşaqlar, bu kökün qabağında 10 vuraq var idi. Onu da 2-də 1-ə vurarsan, o da eləyəcək 5. Yəni düzgün cavab B variantı. 9.
Bir üzünün sahəsi 64 olan kubun həcmini tapın. Uşaqlar, kub bütün üzləri kvadrat olan fəza fiqurudur. Yəni bunun bir üzünün sahəsi, yəni a kvadrata bərabərdir 64-ə. Buradan a bərabərdir 8-ə. Deməli kubun tiri 8-dir. Kubun da həcmi a kubu ilə tapılır. Bu da 8-in kubu 512 olar. D variantı. Sonra 10-cu suala baxaq. 10-cu sualda deyir, torbada 4 ağ, 6 qırmızı, 20 yaşıl kürəcik var. Təsadüfən çıxarılan kürəciyin qırmızı olması hadisəsinin ehtimalını tapın. Uşaqlar, bundan asan bir şey yoxdur. Ümumi neçə dənədir? 30 dənə. Mümkün hal 30 dənə. Toplayıram da. İndi qırmızı əlverişli hal neçə dənədir? 6 dənə. O deyilir 5'də 1. O da 0,2 demək. Yəni düzgün cavab Y variantı. Sonra 11-ci sual. 2 kvadratın perimetrlərinin nisbəti P1 bölək P2 bərabərdir 9'a. Deyir ki, tərəflərin nisbətini tapın. Uşaqlar, bax, oxşarlıqda belə bir şey var. Tərəflərin nisbətidir, perimetrlərin nisbətidir, medianların nisbətidir. Yəni, uzunluq vahidi metreyn olan şeylərin hamısının nisbəti bərabərdir. Yəni, hamısı oxşarlıq əmsalına bərabərdir. İndi P1 bölək P2 9'dursa, elə tərəflərin nisbəti də 9 olacaq. Sahədə amma sahələrin nisbətini soruşsaydı 9'un kvadratı 81 olardı. Məsələn, fəza fiqurunda oxşarlıq əmsalının kubu olur. Orada 9'un kubu olardı. Bu şəkildə. Amma perimetrin nisbəti nədirsə, elə tərəflərin nisbəti eyni şeydir. Yəni 9C variantı. Növbəti 13-cü suala baxaq. 13-cü sualda bir kino salonunda x plus 3 sayda sıra, hər bir sırada 2x plus sayda oturacaq var. Bir kino salonunda cəmi neçə oturacaq var? Uşaqlar, burada birisindən sıranın sayını vuracağıq, oturacaqların sayını da. Hər sırada nə qədər oturacaq varsa vururuq sıraların sayını. Yəni burada x plus 3'ü vurmaq lazımdır 2x plus 5'e. Burada x'i buna da vururuq, buna da vururuq. Eləyir 2x'in kvadratı üstə gələk 5x. Sonra 3'ü vuracağıq. 2x'e də 5'e də. Bu da 6x üstə gələk 15. Bu da 2x'in kvadratı üstə gələk 11x üstə gələk 15 eləyir. Yəni düzgün cavab B variantı. Növbəti 14-cü suala baxaq. Modulda x bərabərdir -2'də 1 üstə gələk 4'də 3. Bunu birinci hesablayaq, sonra tənliyi həll eləyək. Sürət və məxrəci 2'yə vururam. Burada -4'də -2 üstə gələk 4'də 3. Bu da bərabərdir 4'də 1 alınır. Yəni modulda x bərabərdir 4'də 1'ə. Yəni x bir dəfə bərabərdir müsbət 4'də 1'ə, bir dəfə də -4'də 1'ə modula görə. O da plus minus nə deməkdir? 0,25. Düzgün cavab B variantı olar. Növbəti 5-ci suala baxaq. 15-ci suala baxaq. 8 üstü 2'də 1 vurulsun 2 üstü 2'də 1 çıxılsın 2 üstü -2'də 1. Bunun ən gözəl yolu bax burada. 2'nin qüvvəti formasında veribdir də. 8'i 2'nin bax 8 üstü 2'də. Burada 8 üstü 2'də 1'i 2'nin kubu üstə gəlir. Üstü 2'də 1 kimi yazaram. Bu da qüvvətin qüvvəti 2 üstü 2'də 3 olacaq. İndi gətirib burada yerində nəzər alalım. 2 vuraq. 2 üstü daha doğrusu 2'də 3 vurulsun. 2 üstü 2'də 1 çıxılsın 2 üstü -2'də 1. İndi bunu vurduqda qüvvətlər toplanır. Birinci 2 üstü 2'də 3. Buna da vururuq, buna da vururuq da. Üstə gələk 2'də 1. Çıxılsın 2 üstü 2'də 3. Qüvvət elə ki mənfidir deyə, necə çıxma düşəcək də. Toplayıram əslində, amma -2'də 1 olduğuna görə çıxılacaq. Bu da bərabərdir 2 üstü 2'də 4, o da 2'nin alınır kvadratı. Aşağıda isə 2'də 2 alınır.
2-də 3-dən 2-də 1-in çıxanda uşaqlar. Qarı 2-də 2, o da 2 üstü 1 deməkdir. Yəni 4 çıxaq 2 cavab eləyəcək 2 C variantı. Növbəti uşaqlar 16-cı suala baxıram. 16-cı sualda çevrəni ilk öncə çəkək. C, D, A, B, bu da E. AB perpendikulyardır CD'ye. C'yi 18, 7 deməli 6, YB də 12. AB-ni deyir tapın. Uşaqlar, bax. Əslində burada vətərlərin bax C'yi 18, 7, 6, YB 12, AB-nin uzunluğunu tapın deyir. Bu vətərlərdir də, bunun perpendikulyar olub-olmadığının mənim üçün o qədər də əhəmiyyəti yoxdur. Onsa vətərlərin uyğun hissələrinin nasilləri nədir uşaqlar? Bərabərdir də. Uyğun bölündüyü hissələrin nasilləri bərabərdir. Yəni x vuraq 12 bərabərdir 6 vuraq 18-ə. Bu da x vuraq. İndi burada ən gözəli hər tərəfi 6 ilə vurub bölməkdənsə 6 6-ya 1 12 6 2-si. 2x bərabərdir 18 qalır. X də çıxır 9. İndi A, B-də 9 ilə 12-nin cəmi eləyir. O da eləyir 21. Yəni düzgün cavab olur 21. Növbəti burada 17-ci suala baxıram. Deyir B-nin hansı müsbət qiymətində B kvadratı çıxaq 4 bölək 5 nisbətinin qiyməti 9 olar. B-nin hansı müsbət qiymətində nisbətin qiyməti 9 olar. Demir 9 olar. Bunu 9-a bərabər elə də. Buradan B kvadrat çıxaq 4 bərabərdir 9 vuraq 5. B kvadrat çıxaq 4 bərabərdir 45. B kvadratı bərabərdir buradan 49-a. B də bərabərdir plus minus 7-yə. Sadəcə olaraq bizdən müsbət qiymətini soruşur, ona görə 7-ni götürəcəyik. Sonra burada 18-ci sualda da baxaq. 18-ci sualda isə uşaqlar bax 6 kiçik bərabərdir 5-2 çıxaq 3 bölünsün 2 kiçikdir 21-dən. 2 qat bərabərsizliyi həll eləmək üçün əvvəlcə kəsirdən qaçaq. Hər tərəf vuram 2-yə olur 12. Kiçik bərabərdir. Məxrəc gedir. 5-2 çıxaq 3 qalır olduğu kimi. Kiçikdir 42-dən. Sonra hər tərəfin üzərinə 3 əlavə eləyirəm. X-i yalnızlaşdırmaqda da məqsəd. Burada 15 kiçik bərabərdir 5x-dən. 3 əlavə eləyəndə mənfi üstünə üçgəndə 3-lər gedir. O da kiçikdir 45-dən. 42-nin üstünə üçgəndə 45 qalır. Növbəti mərhələ hər tərəfi 5-ə bölürəm. 3 kiçik bərabərdir x-dən. O da kiçik bərabərdir 9-dan. Deməli, burada deyir tam əllərinin sayını tap. X hara daxildir uşaqlar? 3, 9 parçasına. Buradan 9-dan 3-ün çıxıram, 6-sı qalır. Üzərinə də birinci əlləm 7 həll olur. Deməli, 7 dənə tam həlli olacaq. Növbəti 19-cu suala baxaq. 19-cu sualda deyir ki, A ədədinin qiymətli hissəsi 3/1000-45 tərtib 3 olarsa A ədədini tapın. A ədədinin qiymətli hissəsi, yəni A bərabərdir 3/1000-45 tərtibi isə 3 olarsa, yəni bu 10 üstü 3 yazırıq bura. A ədədini tapın. Yəni bu A ədədi vurub açanda eləyəcək 3045 bu. 20-ci sual. Kök altda 2022 vurulsun kök altda 2026 üstə gələk 4. Bu tipləri həll eləmək üçün təbii ki, bir-birinə vurmaq sərf eləmir də uşaqlar. Burada nədən istifadə edirik? Bax, bu 4-ə baxıram ki, 4-ün bunlarla əlaqəsi nədir? 4-ün bunlarla əlaqəsi, bax, 2022 ilə 2026-ın ortasında nə durub? 2024. Deməli, burada 2022-nin yerinə bu tiplərdə belə yanaşda 2024 çıxılsın 2 yazarsan. Digərini isə 2024 üstə gələk 2 yazaram. Bu da 2026 eləyəcək. Üstə gələk 4. Məqsəd müxtəsəri yaradıb
bir sadələşdirmə aparmaqda. Vurmaqdan canımı qurtarıram da. Bu da müxtəsər vurma üstü 2024-ün kvadratı çıxar 2-nin kvadratı üstə gələk 4 eləyir. Bu da mənfi 2-nin kvadratı ilə mənfi 4 eləyəcək. Çünki çıx 2-nin kvadratı 4 ilə gedir. Yerdə qalır 2024-ün kvadratı. Burada da kvadratla kök gedir. Yerdə qalır 2024. Yəni düzgün cavab 2024. Növbəti 21-ci suala baxırıq. 20 üstü C bölünsün 2 üstü 2C plus 1 vurulsun 5 üstü C çıxılsın 1. İfadəsinin deyir qiymətini tapın. Burada uşaqlar əsasları qüvvətlər əgər qüvvət formasındadırsa bir mənalı olaraq yadınızda saxlayın ki, əsasları eyniləşdirin. 20-nin yerinə elə bir ki, əsasları eyniləşdirməsən 4 vuraq 5 yazmaqdansa sadə əsasa gətirirəm. 20-nin yerinə 2 üstü 2 vuraq 5 yazaram üstü C. Başaqdakı da olduğu kimi qalır 2 üstü 2C plus 1 vurulsun 5 üstü C çıxılsın 1. Bu zaman yuxarıda 2 üstü 2C vuraq 5 üstü C. Aşağıdakılar da burada uşaqlar 2 üstü 2C vuraq bunu 2 kimi yazıram. Vurulsun 5 üstü C'ni də 5C çıxaq 1-də 5 üstü C bölünsün 5 kimi yazıram. Burada 2 üstü C-lər gedir, 5 üstü C-lər gedir. Sürətdə 1 qalır, aşağıda da 5-də 2. Bu da tərsinə çevriləndə biri 5-də 2-yə böləndə o da 2-də 5 olacaq. Yəni düzgün cavab 2,5 olar. Bu qədər rahatdır. Növbəti 22-ci suala baxıram. 22-ci sualda isə uşaqlar deyir 25 nəfərlik bir sinifdə oğlanlara 3 dəftər, qızlara isə 5 dəftər verməklə 95 dəftər paylandı. Sinifdə neçə oğlan var? Uşaqlar, bazı sinifdə oğlanlara x deyirəm. Qızlara da y deyirəm. 25 nəfərli sinifdə, yəni ikisi bir yerdə x üstə gələ y bərabərdir 25. Bu tənlər sistemi qurmaqla həll olunan məsələ həllidir. Sonra deyir oğlanlara 3 dəftər, yəni oğlanların sayını vuracam 3-ə. Qızlara isə 5 dəftər verməklə, yəni qızlara isə 5 y vurmalıyam ki, dəftərlərin sayını tapam. Toplamda 95 dəftər paylandı. Deyir sinifdə neçə oğlan var? Deməli bu sistemi həll edirəm. Y-ləri eyniləşdirirəm. Sürətdə deməli yuxarıda 5x üstə gələk 5y bərabərdir 125-ə. Aşağı olduğu kimi qalır, üstə gələk 5y bərabərdir 95-ə. Burada ikisi də 5y-lər müsbətdir. Tərəf-tərəfə çıxaran 5y-lər gedir. 5x-dən 3x-ə çıxanda 2x. 125-dən də 95-in çıxanda 30 qalır. X də bərabərdir 15-ə. Deməli 15 dənə oğlan olacaq sinifdə. Növbəti 23-cü suala baxaq. 23-cü sualda deyir ki, bir tərəfə bitişik olan bucaqların nisbəti 1-2 olan ABCD paralleqramında səbirli ol. Burada deməli, bax, məsələnin canın ciyəri bu şəkildir də. Ona görə də ilk öncə şəkilçək verilənləri bir-bir qeyd edir. Çünki əvvəlin oxursan axırı yaddan çıxır, axırın oxursan əvvəl. Deməli, burada veriləni bir-bir ardıcıl olaraq qeyd eləmək lazımdır. Bir tərəfə bitişik bucaqların nisbəti 1/2-dir. Bu əvvəlcə 1/2 nisbətindən istifadə edilir. Bir tərəfə bitişik bucaq, məsələn, A ilə B-ni deyirəm də. Bir tərəfli bucaqların cəmi hissədə uşaqlar 180. 1x üstə gələ 2x bərabərdir 180-da. 3x bərabərdir 180, x bərabərdir 60-a. Deməli, bunun niti bucağı 60-dır. Kör bucağı da bundan 2 dəfə böyük 120 dərəcədir. Bunu qeyd elədik. Sonra deyir, ABCD paralleqramın B kör bucaq təpəsindən BH hündürlüyü çəkilmişdir. Bir dənə BH hündürlüyünü çəkirəm. Burada deyir HD 7, AB 20 olarsa paralleqramın perimetrini tapın. Baxaq. Aha. Uşaqlar, gəlin diqqətlə fikir verək. Bax, burada bu hündürlüyü çəkəndən sonra nə cür üçbucaq yaranır? Düz bucaqlı üçbucaq yaranırmı? İndi bunun iti bucağı 60 dərəcədir. Burada yaranan düz bucaqlı üçbucağın onda buradakı bucağı var. Ha. Bu uşaqlar neçə dərəcə olacaq? 30 dərəcə olarmı?
Onda bu 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısına prinsipindən istifadə edərək burada elə ki AB tərəfi ABH düzbucaqlı bucağının hipotenuzu çıxır da. Onda bu 30'a görə bu 20-dirsə, onda AH da neçə olur? 10. 20'nin yarısı 10. Onda belə çıxır ki, bu tərəfim, adi tərəfin bütövlükdə 17'dir. Bura 17'dirsə, yuxarıda 17'dir. AB 20'dirsə, sağda 20'dir. Perimetrin tapmağına var ki, 2 vuraq. 20 ilə 17'ni toplayıb vuracaq 2'yə. 2 vuraq, bu da eləyəcək 37. O da eləyəcək 74. Bu qədər rahat. Növbəti 24-cü suala baxaq. 24-cü sualda deyir, diaqramda hər bir qabda su və şəkərin miqdarı verilmişdir. Hər üç qabı qarışdırdıqda əmələ gələn məhlulda neçə faiz şəkər olar? Bu məhlulu verməyib, suyu da ayrı verib, şəkər də ayrı verib. Bax, birinci məhlulda, bax uşaqlar, şəkər, bu da su. Şəkər birincidə 20'dir. Su 40'dır. İkincidə diaqramın əsasən şəkər 10'dur. Su isə 30'dur. Üçüncüdə, uşaqlar, yaxınlaşdırıram. Dəqiqə. Üçüncüdə isə şəkər 40'dır. Su isə 60'dır. İndi mənə deyir, hər üç qabı qarışdırdıqda alınan əmələ gələn məhlulda neçə faiz şəkər olar? Birinci növbədə məhlul dedikdə, uşaqlar, bax. Burada rəngi dəyişək. Bax, 40 ilə 20 ilə 40. Birinci ümumi nə qədərdir? 60. İkinci 40. Üçüncü isə 100. İndi burada 60 üstə gələk 40, üstə gələk 100. Bu eləyəcək 200. Burada deməli 200 litr elə ki, sənin məhlulundur. Bu bizim nəyimiz oldu uşaqlar? Məhlulumuz. İndi deyir, neçə faizi şəkərdir? İndi mən şəkərləri toplayacağım. Şəkər birincidə 20'dir, ikincidə 10'dur, üçüncüdə də 40'dır. Bu da eləyəcək 70. İndi bu ümumi məhlul 200 qram aldıq. Onun da toplamı 70 qramı və yaxud da 70 litri də elə bir ki, şəkərdir. Elə bir ki, yox, elə şəkərdir də. İndi məhlul faizi nəyə görə ölçülür? Qatqıya görə. Burada da qatqı şəkərdir. Yəni şəkər ümumi məhlulun neçə faizi? 70'i böləcəyik 200'ə, vuracağıq 100'ə. Burada da 100'lər 200 ixtisar gedir. Qalır 70 bölü 2. Bu deyilir 35 faiz. Deməli, neçə faizli məhlul alınır? 35 faizlidir. Bu qədər rahat. Sonra 25-ci suala baxıram. mx üstə gələk 20 bərabərdir 4x üstə gələk m'in. Tənliyinin sonsuz sayda həll olarsa m'in parametrlərinin cəmini tapın. Uşaqlar, bax, növbəti bir xətti tənlik gəldi burada. Əsas dəyişən x-dir, m'in parametridir. Xətti tənliyin ha vaxt sonsuz sayda həll olar? Bu prinsip yadıma düşməlidir. Ax bərabərdir 5 şəklində olanda burada uşaqlar a-da 0-a bərabər olmalıdır. Həmçinin b də 0-a bərabər olmalıdır. Yəni x-in də əmsalı 0 olmalıdır, sərbəst sərdimdə. İndi bu x burada uşaqlar sağda da var, solda da var. İndi x-ləri bir tərəfə keçirdirəm. M2 çıxaq 4x, çünki iki yerdə əmsaldan danışa bilmərik. Sağda da m'in çıxaq 20 olur. İndi x atırıq çölə, mütərizə xaricinə. Burada qarı m çıxaq 4 vuraq x. Sağda isə m'in çıxaq 20 olduğu kimi qarı. Bu m çıxaq 4 a-nın yerində durub, m'in çıxaq 20 də b-nin yerində durub. İndi sonsuz sayda həll olmaq üçün m çıxaq 4-də 0 olmalıdır, m bərabərdir 4-də. M'in çıxılsın 20'də 0 olmalıdır. Buradan m'in bərabərdir 20'yə. M'i də tapmışam da neçədir? Birinciyə əsasən 4. Onda 4m bərabərdir 20. N də buradan çıxır 5. M4, N də 5. Bizdən m'in parametrlərinin cəmini soruşur. O da 4 üstə gələk 5 cavab eləyir 9. Bu qədər rahat. Hər birinizə uğurlar arzulayıram. Kanala abunə olmağı unutmayın. Şərh bölməsində şərhləri bildirin. Kanalı bacardığınız qədər paylaşın. Uğurlar, sualların davamı gələcək, sınaqlar gələcək yenə də.